Sabunçu rayonu Maşdağa qəsəbəsi sakinləri tərəfindən BNTV aza daxil olan məlumatlar ciddi narahatlıq doğurur. İddialara görə qəsəbə ərazisində yaşıllıq sahəsi tamamilə ağaclardan təmizlənərək yerində iri həcmli ambar və ya böyük market şəbəkəsinə aid iaşə obyektinin tikintisinə başlanılıb. Sakinlərin sözlərinə görə son dövrlər Maşdağa ərazisində dövlət layihələri çərçivəsində bir çox tikililər söküldüyü halda bəzi iri obyektlərin sürətlə inşa olunması suallar yaradır. İddia olunur ki, qanunsuz və qeyri-şəffaf şəkildə aparılan bu cür tikintilər dövlətin sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirilməsi prosesinə də mənfi təsir göstərir. Vətəndaşlar bildirirlər ki, bəzi hallarda yeni tikilən obyektlərin sonradan 20-30 ilin tikilisi kimi rəsmiləşdirilməsinə çalışıldığı barədə müxtəlif iddialar dolaşır. Bu isə artıq tikinti sahəsində nəzarət mexanizmlərinin nə dərəcədə effektiv işlədiyi ilə bağlı ciddi şübhələr yaradır. Şəhərsalma və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilən sərəncamların Sabunçu rayonunda fəaliyyət göstərən tikinti maraq qruplarına təsir etmədiyi görüntülərdən də hiss olunur. Ərazidə aparılan tikintinin miqyası və sürəti sakinlərin narazılığını daha da artırıb. Məsələnin diqqət çəkən tərəflərindən biri də odur ki, sakinlərin iddiasına görə tikinti aparılan bəzi ərazilər sənədlərdə neft sahələri kimi qeydiyyatda mövcuddur. Buna baxmayaraq, nə aidiyyətli ekoloji qurumların, nə də SOCAR və onun törəmə strukturlarının həmin ərazilərin mühafizəsi istiqamətində effektiv addım atdığı müşahidə edilmir. Sakinlər sual edir. Fərdi ev tikən vətəndaşın tikintisi qısa zamanda aşkarlanıb dayandırılırsa, bəs bu cür iri obyektlərin tikintisi niyə vaxtında saxlanılmır? Burada hansı maraqlar təmin olunur? Qeyd edək ki, səsləndirilən bütün iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Aidiyyətli qurumların məsələ ilə bağlı münasibəti olarsa, yayımlamağa hazırıq.